Əziz bilgələr, bu dəfə sizə oxşarlıqlar layihəsində Azərbaycan tarixində baş vermiş Kür döyüşlərindən danışıram. Azərbaycan tarixində bizə verilmiş 4 dənə Kür döyüşü var. Biri eradan əvvəl 66-cı ildə Roma Respublikası ilə Albaniya arasında baş vermişdi. Roma qoşunlarına sərkərdə Pompey başçılıq eləmişdi. Alban dövlətinə isə Oroys başçılıq eləmişdi. İkinci döyüş 662-ci ildə olmuşdu Albaniya ilə Xəzərlər arasında. Albaniyanın hökmdarı onda Cavanşir idi və Cavanşir bu döyüşdə qalib gəlmişdi. Birinci döyüşdə Albaniya məğlubiyyətə uğramışdı. Üçüncü döyüş 1405-ci ildə 1-ci İbrahim Dərbəndi ilə, yəni Şirvanşahlarla Teymuri qoşunları arasında, bax Teymurun özü ilə yox, Teymuri qoşunları arasında Mirzə Ömər idi, burada Teymuri qoşununa başçılıq edən, baş vermişdi və bu döyüşün nəticəsində 1-ci İbrahim qalib gəlmişdi və Azərbaycanın Kürdən şimal hissəsində Teymura qalığına son qoyulmuşdu. Bir də 1412-ci ildə Qaraqoyunlularla Şirvanşahlar arasında Kür döyüşü baş vermişdi. Bu Kür döyüşündə Qaraqoyunlu Yusif qalib gəlmişdi və nəticədə öz sərhədlərini Azərbaycanın şimalına, yəni Kürdən şimal hissəyə də yaymışdı. Bir də əziz abituriyentlər, çoxsaylı istəkləri nəzərə alaraq iyunun 1-dən etibarən həftənin 3 və 5-ci günləri onlayn formada yay qruplarımızı fəaliyyətə başladırıq və bu yay qrupları haqqında məlumat almaq üçün, qruplarda iştirak etmək üçün əlaqə nömrəmdən əlaqə saxlaya bilərsiniz, yaxud da rəylərdə yazıb məlumat ala bilərsiniz.